Bismillahirrahmanirrahim. Əziz və dəyərli izləyicilər, hər birinizi salamlayıram. Əssalamu aleykum və rəhmətullahi və barakatuhu. Bugün cümə günüdür, mübarək bir gündür və bu gündə bir çox əməllər var ki, onları etmək müstəhəbdir. O əməllərdən biri də ən çox ediləsi olan əməllərdən, ən əfzəl, üstün olan əməllərdən biri sevimli Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə salavat gətirməkdir. Ən gözəl əməllərdən biridir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sizin ən xeyirli, ən üstün gününüz cümə günüdür və bu gündə mənə salavatı çoxaldın, sizin salavatınız mənə çatdırılır. Və bəli, mükəlləf mələklər var ki, onlar bizim salavatları Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə çatdırırlar. Ona görə hər bir müsəlman bu gündə Peyğəmbər sallallahu aleyhi və səlləmə çoxlu salavat gətirməlidir. Ən çox edilən əməllərdən biridir. Allah Teala kitabında buyurur ki, İnna Allah və mələikətəhu yusalluna alən-nəbi. Allah və mələkləri Peyğəmbərinə, Nəbiyə salavat gətirirlər. Ya eyyuhəllədinə əmənu sallu aleyhi və səllimu təslimə. Ey iman gətirənlər, siz ona salavat gətirin və onu layiqincə salamlayın. Bəli, bax Allah və mələkləri salavat gətirdiyi bir təqdirdə bizə də düşən budur. İman gətirənlərə, onların üzərinə düşən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm adını eşitdiyi zaman ona salavat gətirməkdir. Bu hər dəfə aiddir. Hər dəfə adını eşitdin, gərək salavat gətirəsən və cümə günü də xüsusən eşitdin, eşitmədin, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə salavat gətirmək gözəl, bəyənilən əməllərdən biridir. Çünki Allah Resulü da buyurur ki, kim mənə bir salavat gətirərsə, Allah ona 10 salavat gətirər. Yəni, Allahın salavatı deyildikdə, yəni Allahın o qulu öz dərgahında tərif etməsidir, ona səna etməsidir. Bəndələr qullar tərəfindən salavat deyildikdə isə, onun üçün Allaha dua etmək, ya Rab, yəni onu öz dərgahında təriflə, səna et. Nə gözəl bir əməldir, hər birimizin üzərinə düşən əməllərdən biridir. Lakin elə insanlar var ki, onlar müsəlmanlara, xüsusən müsəlmanlara Peyğəmbər sallallahu aleyhi və səlləm unutturmaq üçün deyirlər ki, salavat deyilən bir şey yoxdur. Və ayələri də, hədisləri də istədikləri kimi yazırlar. Deyirlər, ayələrdə məna o deyil, hədislərdə məna başqadır və ya hədislər keçərli deyil, mötəbər deyil. Əsrlərdir İslam dini yayılandan, İslam dini gələndən müsəlmanlar Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirirlər. Bu müsəlmanların adətidir, bu müsəlmanların tarixidir. 7-dən 77-yə bütün müsəlmanlar, yəni dinindən agah olan hər bir müsəlman bilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirmək var. Lakin bəzi insanlar ise bugün özlərini Qur'anı adlandırırlar. Lakin onlar həqiqətdə Qur'ansız biriləridir. Qur'anı düzgün başa düşməyənlərdir. Onlar deyirlər ki, Peyğəmbərə salavat gətirmək lazım deyil. Təbii ki, bunlar hamısı batil iddialardır. Tarix boyu müsəlmanlar Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətiriblər. Lakin bugün kafirlərin oyununu oynayan, onlara xidmət edən nə qədər insanlar var ki, onlar müsəlmanlara Peyğəmbərlərini unutturmaq istəyirlər. Yalnız dillər Qur'anla gedir, sanki Qur'anı bunlar daha düzgün başa düşüblər. 14-15 əsrdir müsəlmanlar düzgün başa düşməyiblər, lakin bugün 21-ci əsrdə bəzi insanlar ortaya çıxıb deyirlər ki, falan şey yoxdur, o düzgün deyil, düzgün tərcümə olunmur və s. və ilaxır. Lakin müsəlmanlar tarix boyu, müsəlmanlar İslam dinini başa düşəndən öz sevimli Peyğəmbərlərini daima xatırlayıb, onu tərif ediblər və onun adı gəldikdə ona salavat gətiriblər. Ona görə siz də Peyğəmbərinizə daima salavat gətirin. Adını eşitdiniz, eşitmədiniz, deyin ki, sallallahu aleyhi və səlləm. Cümə günü xüsusən adını eşitdiyin zaman da həmçinin, bu fərq etməz, hansı gün, hansı saat olursa olsun, adını eşitdin, deyilən sallallahu aleyhi və səlləm. Və onun adı həmişə uca olacaq, düşmənləri istəməsələr də belə. Allah kitabında buyurur ki, وَرَفَعْنَا لَكَ ذِكْرَكَ. Məgər biz sənin adını uca tutmadıq mı? Hər kəs onu tanıyır. Hətta bugün kafirlər var ki, onlar bəzi bu Qur'ansızlardan Peyğəmbər sallallahu aleyhi və səlləmi daha yaxşı tanıyırlar. İman gətirmədikləri bir halda. Onlardan da yaxşı tərif edir və onlardan da daha yaxşı Peyğəmbərimizi tanıyırlar. Lakin hidayət Allahın əlindədir. İstədiyinə azdırar, istədiyinə hidayət verər. Təbii ki, Allah da zülm etməz heç kəsə. Kim hidayətə layiqdirsə, ona addım atırsa, Allah Teala onu hidayət verəcək. Lakin kim azğınlığı seçibsə, artıq özündən başqa heç kəsi qınamasın. Ona görə əziz və dəyərli müsəlmanlar, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm adını eşitdiyin anda ona salavat gətir. Çünki böyük əməldir, əfzəl əməldir, çox xeyirli bir əməldir. Hətta adı zikr olunduqda salavat gətirməyənlər haqqında da şiddətli hədislər vardır. Onlardan bir neçə kifayət edər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki,
mənim adım çəkildiyi zaman mənə salavat gətirməyənin kəsin burnu yerlə sürünsün. Necə hədisdə də keçirir ki, bir mənə xəsis simic insanlar salavat gətirməzlər mənim adım zikr olunduqda. Və biz də onu sevdiyimizə görə, ona iman gətirdiyimizə görə hər dəfə onun adını eşidəndə deyirik ki, sallallahu aleyhi və səlləm. Ona Allahın salavatı və salamı olsun. Və beləcə qısa bir xatırlatmaq istədim cümə günü olduğu üçün. Lakin bu təkcə cümə gününə aid deyil. Dediyim kimi hər dəfə adını eşitdin, istər bu cümə günü olsun və ya qeyri günlər olsun, hansı saat, hansı vaxtda, hansı məkandan asılı olmayaraq adını eşitdin, denən sallallahu aleyhi və səlləm. Allah Teala bizə həmişə xeyrə müvəffəq eləsin, xeyr əhli ilə bərabər eləsin. Və sallallahu və səlləm alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecmaîn.